Mən kardioloq Yaqut Qasımova. Sizi YouTube kanalımda xoş gördük. İlk əvvəl bütün İslam aləmini Ramazan ayı münasibətilə təbrik edirəm. Hər kəsə rahatlıqla, asanlıqla oruclarını tutmağını və dualarının qəbul olmağını diləyirəm. Videomuz Ramazan ayında ürək xəstələri necə qidalanmalıdırlar bu barədədir. Bu çox maraqlı, həm də çox mühüm bir mövzudur. Ona görə bəlkə də zamana gəlməyə çox yerinə düşdü. İlk onu demək istəyirəm ki, ən çox biz hansı qidalardan uzaq durmalıyıq? Onu bir izahatını verim. Duzlu, istiyotlu, ədviyyatlı, həddən artıq qızardılmış, konservə olunmuş qidalar Ramazan ayında qəbulu tövsiyə olunmur. Çünki bu qidalar özləri əlavətdən bədəndə mayenin yığılmağına səbəb olurlar və həddən artıq susuzluq hissiyatı yaradırlar. Və ona görə o uzun müddətli aclıq periodunda əlavə susuzluq hissiyatının artmağı da pasientlərə zərər vurur. Bundan əlavə bu qidaların qəbulundan sonra əlavə olaraq ürəyə düşən yüklənmə də artır. Çünki bu qidaların həzminə daha böyük enerji sərf olunur. Bizim diqqət eləməli məqamlarımız qida ilə bərabər qidanın düzgün nə şəkildə qəbul eləməliyik və hansı zamanlarda, sahurda və iftarda hansı qidaları qəbul etməliyik bu məsələdir. İlkin onu deyim ki, sahurda qəbul edəcəyimiz qidalar bizi gün boyunca tox tutacaq, daha sağlıqlı bəsləyəcək qidalar olmalıdır. Ona görə də ilkində biz yer ayırırıq yumurta. Yumurta bəzi pasientlər, xüsusən təzyiqi olan pasientlər çox qorxurlar qəbulundan. Fikirləşirlər ki, yumurta qəbul etsələr təzyiqi qalxar və yaxud da başqa narahatçılıqlar yaşayar. Onu deyim ki, bunun təzyiqlə bir əlaqəsi yoxdur. Yəni rahatlıqla həftədə 3 dəfə yumurtanı qəbul eləyə bilərlər və bunu sahurda qəbul eləmələri çox məqsədə uyğundur. Ondan əlavə tərəvəz yönümlü pomidor, xiyar və yaxud da onların qarışımı olan salatlar qəbul eləməyi çox uyğundur. Ləbləblər, fındıqdır, qozdur, badamdır. Bunların özünü sahurda qəbul eləmələri onları gün ərzində həm tox, həm də enerjili saxlayar. Ondan əlavə lifli qidalar, hansı ki yulaflı qidaların qəbulu da çox məsləhət görülür sahur vaxtı. İftar vaxtı isə biz daha çox üstünlük verməliyik qırmızı ət deyil də. Təbii ki, qırmızı ət də qəbul oluna bilər, amma daha çox ağ ət, toyuq ətidir, hinduşka ətidir, balıqdır. Bunların qəbulunu və yanaşı olaraq yenə də tərəvəzlər və salatlar şəklində qəbula. Bir də daha çox maraq oyadan, xüsusən belə deyək də, tələbat olan hissə şirniyyatla bağlıdır. Bəzən düşünürlər ki, şirniyyatı necə edək? Təbii ki, iftara tövsiyə olunur. Çünki şirniyyat özü tez parçalanan, qısa müddətli enerji verən qida olduğu üçün sahurda şirniyyat qəbulunu tövsiyə eləmirik. Amma iftarda isə iftar yeməyindən 1 saat sonra südlü şirniyyatların qəbuluna icazə verilir. Burada da diqqət eləmək lazımdır ki, şirniyyatlar həddən artıq şirin olmamalıdırlar və yaxud da həddən artıq şirəli olmamalıdırlar. Və buna da ayrıca aydınlıq gətirəm. Fikirləşirlər ki, pisok, unsuz necə şirniyyatlar yemək olar? İndi hal-hazırda informasiya dövrü yaşayırıq və burada o qədər materiallar var ki, marağında olan şəxslər araşdıra bilər internetdən. Pisok, un olmadan əlimiz altında olan meyvələrdən, sonra quru meyvələrdən hazırlanmış xüsusi şirniyyatlar var. Bunu günlük özləri üçün hazırlayıb iftar süfrələrində qəbul edə bilərlər. Bir də diqqət olunan məqam su qəbuludur. Su çox önəmli faktordur ümumiyyətlə həyatımız üçün, çünki bədənimizin 80% sudan ibarətdir. Su bəzən olur ki, biz ac qala bilərik, amma susuz qalmamağımız tövsiyə olunur. Su qəbulu heç olmasa 2 litrdən az olmamalıdır. Yalnız bəzi xəstələrdə, xüsusən ürək çaşmazlığı olan xəstələrdə biz su qəbulunu məhdudlaşdırdığımız üçün onlarda ola bilər ki, bir qədər aşağı olsun qəbul. Amma ümumi digər ürək xəstələri rahatlıqla 2 litrə qədər suyu içməlidirlər. Su qəbulunu az-az, qurtum-qurtum tövsiyə eləyirəm. Qida qəbulunda həm də nəyə diqqət eləməliyik? Bayaq onu söylədim. Qida qəbulunun şəklinə, hansı şəkildə biz bunu qəbul eləyirik? Onu deyim ki, ümumiyyətlə doyma siqnalı beyin mərkəzinə gec çatdığı üçün biz qidaları yaxşı olar ki, aram-aram, asta-asta çeynəyərək qəbul eləyək. Bu həm bizə onun həzmində də zaman qazandırır, həm də doyma hissinin yaranması vaxtını yaxınlaşdırır. Ona görə də biz iftarda təbii ki, ac olan insan tez-tez və
həddən artıq qəbul eləyəcəkdi qidanı. Amma bizim aram-aram və çeynəyərək qidanı qəbul eləməyimiz həm mədə bağırsağımıza rahatlıq verir, həm də əlavə ürəyə düşən yükü də azaltmış olur. Çünki biz qidalanmamız zamanı daha çox qan dövranı mədə bağırsaq hissəsinə toplanmış olduğuna görə digər orqanlarda qan təchizatının azalması müşahidə olunur. Ona görə də ürək xəstələrində bu məqama xüsusi diqqət eləsinlər. Sonuncu tövsiyəm isə yürüyüşlə bağlıdır. Yaxşı olar ki, qida qəbulundan hardasa saat yarım sonra ən azından 20-30 dəqiqə olmaqla sadə yürüyüş şəklində bir aktivitetə eləsinlər. Bu həm əlavə mədə bağırsaq narahatçılığı olan xəstələrə xeyirdir, həm də ürək xəstələrində artıq o aclıq periodunda növbəti sahura daha energetik olma, həm də yuxularının daha rahat olmağına köməklik göstərəcək. Mövzu ilə bağlı suallarınızı rəy bölməsində yerləşdirə bilərsiniz. Biz onları mütləq cavablandıracağıq. Hər kəsə uğurlar diləyirəm. Sağlıqlı qalın.